Salam değerli izləyicilər, 27 iyun 2025-ci il Azərbaycan Prezidenti İlham Əliyev bugün İranın ölkəmizə yeni təyin olmuş fövqəladə və səlahiyyətli səfiri Müçtəba Dəmirçulunun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı İran Prezidenti ilə ötən gün telefon danışıq və Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Məsud Pezeşkiyanın ölkəmizdə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul edilib. Və dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığı ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib. Müçtəba Dəmirçulu İranın ali rəhbərliyinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipal və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə Azərbaycan-İran arasında iki tərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.